Üçbucaqlardan təkrar sınaq izahı. Deməli, sual 1-də. Deyir ki, daxili bucaqlarının nisbəti 3, 4, 5 nisbətindədir. Bu üç bucağın kiçik bucağının təpəsindən çəkilmiş hündürlükdə tənbölün arasındakı bucağı tapın. Əvvəlcə bu üç bucağın növünü müəyyənləşdirmək lazımdır. Onda necə eləyəcək? Daxili bucaqların cəmi 180-dir. Yazıram onda 3x üzərinə gəlinsin 4x üzərinə gəlinsin 5x bərabərdir 180-ə. Toplayanda bunları 12x bərabərdir 180-ə. X də bərabərdir buradan 15-ə. İndi 3-ü 4-ü 5 var da burada. 15-i vururam 3-ə 45. 15-i vururam 4-ə 60. 15-i vururam 5-ə eləyəcək neçə? 75. Hər şey düzdürmə hesab səhvi yoxdur ki? Yoxdur. İndi gəlirəm şəkil çəkirəm. Daxili bucaqlarını tapdıq. Gətirək qiymətləri yerinə yazaq. Deməli, bura yazaq 45. Ortaya yazaq 4-ü 15-ə vuranda 60. Burada 5-i 15-ə vurduq 75 oldu. Deyir indi kiçik bucağının təpəsindən çəkilmiş. Kiçik bucaq deyəndə gəlin bu 60 ilə 45-in yerini dəyişim. Hündürlüyü yuxarıdan çəkək rahat görünsün də. 45-i bura yazıram. 60-ı bura yazıram. 75-i bura yazıram. Deyir kiçik bucaq təpəsindən çəkilmiş və buradan çəkilmiş. Bu hündürlükdür. Hündürlük ilə tənbölün arasındakı bucağı tapın. Hündürlüksə belə bir şey deyə bilərik də. Bura 60-dırsa bura qalacaq onda 30 dərəcə. Burada qalacaq 15 dərəcə. Bu məlum məsələ. Bunu indi qoydum qırağa hələ ki. Aha. Deyir hündürlük ilə tənbölən arasındakı bucağı tapın. Tənbölən də başqa rənglə çəkim qarışmasınlar. Bu da oldu tənbölən. Tənbölən neynir? Ümumiyyətlə buradakı bucağı yarıya bölür. Yəni hansı ki göstəriş verək buradan. Bax bu hissə ilə bu hissəni bərabər hissələrə bölür. Düzdürmü? Deməli 45 orada yarı bölünəcək. Mən 45-i 2 yerə böləndə düşəcək 22.5 hərəsinə. 22.5 bura. 22.5 də bura düşürdü normalda. Biraz sarını deyəsən zəif çəkmişəm. Tam düşməyib üstünə. Bircə dəqiqə tənböləni göstərdik. Və onu belə görünən sarı ilə göstərim ki. Aha. Və bu sarı yerlə, deməli, normalda indi biraz tam görünmür. Bu yaşıl yer güya ki, bir-birinə bərabərliklərdir. Tənbölən bucağı yarıya bölür axı. İndi burada qiymətləri yerinə yazsaq, tənbölən bucağı yarıya böləndən sonra bura qaldı 22.5, 45-in yarısı. Burada oldu 22.5. Bayaqlar demişdik, bu 90 dərəcədə, bura 75-də, bura 15-dir. İndi bu 22.5-dən bu 15-i çıxsam, mən buradakı bu qara yeri tapacam. Məndən də bu qara yeri soruşurlar. Heç nə, 22.5 çıxılsın 15. Qalacaq o zaman cavabımız 7,5. Sonra ikinci sualda bizə deyir ki, düzbucaqlı üstbucağında x-in qiymətini tapın. Bu hündürlükdür. H kvadratı bərabərdir. M vurulsun n düsturu var. Yəni, onun kvadratı bərabərdir. X vurulsun 4. Burada alacağıq 100 bərabərdir 4x-ə. X də bərabər oldu 25-ə. Bizdən də x soruşur. Cavab olacaq 25. Sual 3-də. Tərəflərin uzunluğu bu şəkildə verilib. Şəkil çəkək. Deməli, üç bucaqdan söhbət gedir yenə. Üç bucağımızı çəkək. Tərəflərin uzunluğu deməli 4-ün, 5-in 6 nisbətindədir. Biri 4x-dir, biri 5x-dir, biri də 6x-dir. Deyir ki, perimetr ən kiçik tərəfdən 22 santimetr böyükdür. Perimetri toplayıram bunların hamısını. 11, 4, 4-ə 15x. Bərabərdir. Ən kiçik tərəfdən 22 santimetr böyükdür. Ən kiçik tərəf 4x-dir. 22 santimetr böyüksə plus 22 yazıram. Burada olacaq o zaman 11x bərabər 22-yə, x bərabər oldu 2-yə. X-ə 2 tapdım. Məndən ən böyük tərəf soruşur. 2-ni də vururam 6-ya. Ən böyük tərəf eləyəcək 12. Sonra sual 4-də. Tərəfləri 6, 8, 12 olan üçbucağın böyük bucağının kosinusunu tapın deyir. Kosinuslar teoreminə görə həll eləyəcək bu sualı. Deməli, tərəfləri 6, 8 və 12-dir. 6, 8, 12. Məndən böyük bucağın kosinusunu soruşur. Bu qara yeri soruşur. Bura bir alfa yazıram. Onda demişik ki, bucağın qarşısına başlamaq lazımdır. Yəni, alfanın qarşısına 12 dayanır. Yazırıq 12-nin kvadratı bərabərdir. 6-nın kvadratı yanlarda qalan hissələrdə plus 8-in kvadratı çıxılsın 2 vurulsun 6 vurulsun 8. Kosinus alfa yazmalıyam. Mən bura x yazıram ki, qarşılıqlı düşüb kosinusundan çaşmayasınız.
144 bərabər 36 üzərinə gəl 64 çıxılsın 96x. 96x sol tərəfə aparıram. 96x bərabərdir. Sağdakı 100 eləyəcək. Çıxıram 144-ünü. Burada alacağıq 96x bərabərdir mənfi 44. X də bərabərdir mənfi 44 bölünsün 96. Hər tərəfi 4-ə bölsək mənfi 24-də 11 qalmış olacaq kosinus alfamız. Yəni belə yaza bilərik deyə son notda. Kosinus alfa bərabərdir mənfi 24-də 11 şəklində. Sonra sual 5-də ayın parçasının uzunluğunu tapın deyir. Burada 3 yazılmalı idi, düşməyib bu. Ayın parçasının uzunluğuna x deyirəm. Həmin x tapmaq üçün Stuart teoremi var. Bir dənə gözləyin, yuxarıya bunu qaldıraq. Yer açılsın yazmağa. Stuart teoremindən istifadə edərək biz bu misal həllini tapa bilərik. Demişdik ki, əgər bu ayın parçasını nə hündürlük, nə tənbölən, nə də median söhbəti yoxdursa, onda qayda olaraq demişdik ki, Stuart üstündən istifadə edəcəyik. Bura 1x yazıram. X-i tapanda x-in kvadratı bərabərdir. Bu 4-ün kvadratını gətirib çarpaz bu 3-ə vururlar. 4-ün kvadratı 16, 3-ə vurdum oldu 48. Üzərinə gəl. Bu 8-in kvadratı 64, bunu vururam 9-a. Yazmalıyam bura 64 vurulsun 9. Məxrəcdə yazıram 9 ilə 3-ün cəmini 12 eləyəcək. Qıraqda çıxıram 9 ilə 3-ün hasilini 27. Bunu hesablamaq üçün yuxarıdan 16-nı mötərizənin xaricinə çıxarsam, qalacaq burada 3, üzərinə gəl. Bunu 16-ya böləndə 4 vurulsun 9 qalır. Aşağıda isə 12 yazıram, çıxılsın 27-yə. X-in kvadratı bərabərdir. 16 vurulsun. Mötərizənin içi 39 eləyəcək. Bölünsün 12-yə. Çıx 27-yə. Buradan da ki 12-ni 3-ə böləndə 4, 39-u 3-ə böləndə 13. 4 ilə də bu getsə 4 qalacaq. 4-ü 13-ə vururam 52. 52-dən çıxıram 27-sini qalacaq buradan neçə? 25. X kvadratı 25-ə bərabərdirsə, x də bərabər olacaq 5-ə. Deməli, ayın parçasının uzunluğu 5-ə bərabər imiş. Sual 6-da AB yan tərəfini soruşur. Bərabər yanlış bucaqda həm bura x yaza bilərəm, həm bura x yaza bilərəm. Və bu ayın parçasının bizdə median tənbölən hündürlük olduğu haqqında məlumat yoxdur. Deməli, bu düsturda, daha doğrusu bu üç bucağı da Stuart teoremi ilə həll etmək olar. Onda yazıram burada 7-dən başlayacaq da bu dəfə. 7-nin kvadratı bərabərdir. Bu x-in kvadratını vurmalıyam bu 5-ə. Olacaq 5x-in kvadratı. Üzərinə gəl. Bu x-in kvadratını vurmalıyam bu 3-ə. Olacaq 3x-in kvadratı. Məxrəcdə isə bu 3 ilə 5-i də toplayırıq, 8 yazırıq. Kənarda isə 3-ü 5-ə vurub 15 yazırıq. İndi burada 49 bərabər yuxarı 8x kvadratı bölünsün 8 minus 15-ə. Buradan 8-lər getdi. Qaldı x kvadrat çıx 15 bərabər 49-a. X kvadratı bərabər sağa keçirəndə toplanır 64 edir. X də bərabər olduğu 8-ə. Deməli, bərabər yan sucağın yan tərəfi 8-ə bərabər imiş. Sonra sual 7. Şəkildə verilənlərdə əsasən x-i tapın deyir. Deməli, birinci nəyə baxırsınız? Burada bu hissəyə y deyirəm mən. Gəlin bir dənə bu üç bucağa baxaq, kiçik üç bucağa. Yəni x-in kvadratı, hipotenuzun kvadratı bərabərdir. Katetlərin kvadratları cəminə 5-in kvadratı 25 eləyir. Bura yazıram hazır. Bir də böyük üç bucağa baxıram. Əslində heç ona ehtiyac yox imiş. Burada tərəf verib də mənə. Bura 16-dır. 20-nin kvadratından 16-nın kvadratını çıxmaq lazımdır. Y kvadratı bərabərdir. 20-nin kvadratı çıx 16-nın kvadratı. Bu da eləyəcək 4 çıx 256, 144 eləyəcək. Y də bərabər olacaq 12-yə. Gətir burada yerinə yazıram. X kvadratı bərabərdir 144, üzərinə gəl 25. X kvadratı bərabər 169-a, x də bərabər olacaq 13-ə. Deməli, Pifaqor teoremi ilə tapmaq oldu. Sonra sual 8-də. ABC üçbucağında yaxınlaşdıraq, görək nə verib burada. Deməli, nə verib? Bu tənböləndimi? Bəli, tənböləndi. Bunların bir-birinə bərabərliyini verir. Bura 5-dirsə, bura olacaq 5K. Bura 7-dirsə, bura olacaq 7K. Perimetri 36-ya bərabərdir. Hər tərəfi toplayıram. 5K, 7K oldu 12K. Üzərinə gəl 5 ilə 7, 12 bərabər 36-ya. Buradan 12K bərabərdir. 36-dan 12-ni çıxanda 24. K bərabər oldu 2-yə. Gətirirəm indi K-nı yerinə 2 yazıb AB-ni tapıram. AB-ni soruşurdu məndən. 2-ni də 5-ə vuranda cavab olacaq 10. Sual 9. Şəkilə əsasən x tapın deyir. Burada 30 dərəcənin qabağında dayanıb. 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısıdır. Yəni x bərabərdir 4x çıx 6-nın yarısı.
Çarpaz vursam 2x bərabərdir 4x çıxılsın 6-ya. 2x çıxılsın 4x bərabər mənfi 6-ya. Mənfi 2x bərabər mənfi 6-ya. X bərabər müsbət 3-ə. Bizdən də x-in qiymətini soruşurdu. Cavab oldu 3. Sual 10-da ABC üçbucağında AD tənböləndir. Tənbölən isə buradakı bucağı yarıya bölmüş olur. B ilə C-nin fərqi də 30-sa ADC bucağını soruşur. Deməli, indi burada nə yaza bilərik görək. B bucağına bir A deyirəm. Elə B qalsın da orada adından olsun. B, bura yazıram C. Deməli, B çıxılsın C bərabərdir 30-a. Bu məlum məsələ. Tənbölən isə buradakı bucaq X, buradakı bucaq X olacaq. A, D, C-ni axtarırıq bu hissəni. Bu hissə X ilə B-nin cəminə bərabərdir. X üstəgəl B. Çünki üçbucağın iki dənə daxili bucağını toplayanda buradakı xarici bucağı verir. Yəni bir xarici bucaq özünə qonşu olmayan iki dənə daxili bucağın cəminə bərabərdir. Bunu görək bizə nə kimi faydası var. Bu tənböləndir. Bunun nə işə yarayacaq görək. B çıxıcı. Heç nə, gəlin bunların cəmi yüksəksən götürək görək nə olacaq. Bunları toplayıram üçünü. 2x burada. Üzərinə gəl. B üstə gəl C. Bərabərdir nəyə? 180-ə. Mənə x ilə B-nin cəmi lazımdır. B ilə x-in cəmi lazımdır. Onda gəlin C-ni itirəyim buradan. C-ni tapanda C-nin yerinə mən B çıxılsın 30 yaza bilərəm. Gəlirəm bura. 2x üzərinə gəl B. Üzərinə gəl. Bu C-nin yerinə yazıram. B çıxılsın 30 bərabər 180-ə. Buradan 2x üzərinə gəlinsin 2B bərabər mənfi 30 keçir sağ tərəfə toplanır 210 olur. X plus B də bərabər 210'u yarı bölürəm. Hamısını